yeməmişəm, içməmişəm, 27 manat pul vermişəm. Müftə deyil axı, niyə bu günə qalsın bu? Necəsiz? Nə var, nə yox? Hayda, çox heyif bundan qızlar, çox heyif. Həqiqətən də çox heyif. Vallahi çox heyif. Deyəsən düzəldi. Deyəm bir dənə. Pis çıxır. Aha. Ay Allah. Yaxşı oldu sənə. Qudurmuşluğundan nöş çıxardırsan ki bunu. Bacınıza görə qəşəng hədiyyələr göndəriblər. Bunları hamısını sizlə bölüşəcəm. Maşın da aldım. Allah sizə də qismət eləsin. Allah bacı sizə də qismət eləsin. Alım günü çox sağ ol, var olasan. Düzəldərəm yəqin. Məndə leasingdir. 1 il 11 ay qalıb 3 illik götürmüşdüm. İnşallah Allah sənə bundan da gözəlin qismət eləsin. İnşallah, inşallah. Canım bir dakika. Bu ben çok sağ ol Reyim. Bu yok. Hyundai Elantra. Ben 3 yıl 30 yaşımda almışdım. 6500 ilkin ödəniş vermişəm. 668 manat da ayda ödəyirəm. Allah bundan da gözəlin sizə qismət eləsin valla. Mən bu platformada elə qızlar tanıyıram ki, 2 ay özlərinə Range Rover alıblar. Allah canlarını sağ eləsin. Yo, dəyişməmişəm. Elə Hyundai Elantra'dır.
Neçə ili qalıb? 1 il 11 ayı. Nömrəni tapdım, yox. Ayırdan getdim, nömrə çıxartdım. Hə, bacı, neyniyim? Nəqd olsaydı gedib 17-18 min verib hamı kimi alardım. Yox muydu da? Ehtiyacınız var idi ona görə. Cəmaatın 07'si var, dəyişə bilmir. Cəmaatın ağlı olsun, dəyişsin. Qazanıb mənə yedizdirmir ki. Başım xarab deyil səndə. 100 dərəcə istiyin altında oturub sacın böyründə pişəndə gətirib sənə qazanıb vermirdim ki. Mən pişirirdim, sən də alıb yiyirdin, razı qalırdın, pulumu verirdin. Bəyəm sən cibivə girib alırdın. Bəli, əlbəttə. Nə düşün, nə paxıllıqdır ki, düşüncəsiz. Mən bir dənə 07 ala bilmirəm. Ay qardaş, al öz malın, öz mülkün, öz arvadın, özvə qismət. Öz aylın, özvə qismət. Gözvə nəfsivə ox batsın. Heç Allah sənin kimi paxıllara nəyin üçün oluyor? Heç araba təkəri də qismət eləmir. Bəli. Xeyr, mən şəxsiyə baxmıram. Qəlbivi, ürəyivi Allahla bir saxla. Bu boyda sən Azərbaycan kimi ölkədə yaşayırsan, hər addım başı puldur, çevir də pula dəyərlə. Mənim 31 yaşım var, yeri gəlsə gənc xanımam, görüb yolun qırağında qutab pişirib satıram. Gətirib sənə vermirəm ki. Qazanıb sənə verirəm, bəyəm, yox. Getdə özü kişi xeyli ağsan. İşte karyerdə, işte arabası, kimin kişisindən, oğlanından artıqsan və yoxda əssiysən. Honda Elantra sürürəm də, mənim sürdüyüm maşın nə maşındır ki, sən mənə bəxtəvərliyi verirsən. Küsən başva, kül o həciyin başına ki, mənim həyatımda da Elantra sürürəm. Ay bədbəxt, utanmırsan sən, mən evli qadınam. Sən o sözü gəlib burada mənə yazırsan. Allah həcdən sən subay bacıva qismət eləsin. Narahat olma. Məncə ərə də getmişəm, ərim də var. Bundan sonra nə həci gözləyənəm, nə ondan maşın istəyənəm. Min şükür. Zato özüm oturanda fəxrlə, fəraxətlə otururam. Belə qürurla otururam ki, zato bilirəm ki, bunu mən özüm almışam. Başa düşdün, heç kim almayıb mənə. Özüm almışam. Şəxsən özüm almışam. 6500 aparmışam, qızılımı satmışam. Bujuteriyalar taxmışam. 6500 düzəltmişəm, vermişəm. Ayda da 699 manat pul ödəyirəm bu maşına. Başa düşdün ya, yox. Füsü. Zaman gəlib ki, mən 2 aylarla maşınımın pulunu verə bilməmişəm. Sağ olsunlar. O şirkətə də buradan sağ ol deyirəm. Biliblər, tanıyıblar bizi. Ki, mən onların ömür boyu kəsmərəm. Yəni, borcdur. Heç kim özü ilə qəbirə borc aparmır. Bir cəmaat bir araba ala bilmir. Ay qardaş, mən sənə demişəm, qurban olum. Get al da, yoxsa sənin əlindən alıram. Sən həyatını əlindən alıram, sən müdaxilə edirəm, başıma dönüm. Get al. Ağlın var, nəinki araba. Sən ağlın olsa araba yox, sən gedib belə ən son model maşın alarsan. Al da, qurban olum. Sən mənim nəyimə bəxtəvərçiliyi versən, mənim sürdüyüm Honda Elantradır. Deyirsən ki, bəxtəvər başıma mən bir Niva ala bilmirəm, 07 ala bilmirəm. Al, ağlın yoxdur ona görə. Elə bir işləyib gətirib mənə verirsən, rəhmətliyin oğlu. Al da, neyiniyim, durub sənin dərdivi çəkəcəm, niyə 07 almırsan? Mən öz ölkəmdən ötürü, öz torpağımdan ötürü canımı da verərəm. Nə olub ki? Mən nə qədər varam bu ölkədə, nə qədər yaşayıram, mən hər günümü pula çevirərəm. Başa düşdüm, bu nə ceyimdir? Bu ceyimdir də ürəyim. Xoşun gəlmir, çıx bayra. Yayda belə ceyinirəm. Allah ürəyinizə görə versin, valla. Allah and olsun. Sadəcə bəziləri bizə aid da, bədbəxtsiz. Elə bil mən sənə demişəm, get maşın alma. Get al day qardaş, qurban olum. Allah ürəyivə görə versin. Allah bol ruzi, bərəkət versin sənə. Valla, gözün bizdə olmazsan heç nə istəmirəm. Allah and olsun. Nəfsin gözün məndə olmazsan, nəfsin yıxdığı evi heç nə yıxmır. Sən Allah. Gəl 2 günlükdə verərəm maşınımı aparıb sürərsən. Amma bir dənə nəfsivi mənə salma, mən yazığam. Zəifəm mən, sən düşündüyün kimi güclü biri deyiləm. Xəstə anam, xəstə yoldaşım, 2 körpə uşağım var. Sən mənə bəxtəvərlik verməkdən öncə sən gəl bir dənə deyilən ki, halal olsun sənin, necə belə güclüsən? Mən 07 ala bilmirəm, Elantra sürür. Yaxşı eləyirəm ay qardaş. Yaxşı kiminsə şotuna sürmürəm ki.
Kiminsə şotunu alıb sürməmişəm ki. Çox sağ olun. Nömrəvi tapdım, xeyir tapmamışam. Təzə nömrə getdim, aldım xanım. İndiyə nömrə qalmaz. Mən ərizəmi yazanda dedilər 14 iş gün ərzində tapılsa tapılacaq. Salam. Bir dənə də sözləri var. Çətçi ki, Bakıya gəldi, oldu nə bilim adam. Biz adam idik, narahat olma. Çox sağ olun. Mən Sumqayıtam. Sabah da Sumqayıtda ad günlə yemək. Maşallah. Şofka vidi var səndə də oradan. Çox sağ ol. Allah canını sağ eləsin, gözəl bacım, var olasan, xoş və gözəl sözlərin üçün. Bəli, təzə nömrəyə pul ödədim, əlbəttə pul ödədim. Çünki maşın mənim şəxsi mülküm deyil, lizingdir. Lizing şirkəti yaxın durmadı. Getdim özüm təzədən nömrə aldım. Maşın adımdan çıxdı, qayıtdı lizingə, yenə də orada getdim, alqı-satqı elədim. Heç biri bizə göstərməsin də, yəni. Çox pis bir şeydir nömrənin itməyi. Mən hələ onun stresindən çıxa bilmirəm. Yox, qurban olum Allaha. Mən həmişə onu deyirəm ki, mənə dua eləmək istəsiz, bir dənə deyirəm ki, Allah ürəyivə görə versin. O söz mənim bütün nəslimə, əcabətimə bəsdir. Təşəkkürlər, var olun. Yox, əlbəttə Allah hamının ürəyinə. Mən sevmirəm axı ümumiyyətlə söyüş söyməyi, çobuk danışmağı. Nə var dilimdədir. Zarafat eləyə bilərəm, deyib gülməkdən ötürü. Mən sizlərdən biriyəm. Mən kiməm ki, mən yeçabaş biri deyiləm. Su olmalı deyib bagajda bir dənə kəlmanlarımın vaxtı keçir. Ay mama! Deyilib, Pramoy salyanı yılıb az fikir verir, o bir nəgət pastavkal qırılsın. 27 manat pul vermişdim ya ona, Qurana and olsun deyirəm. Bax, mən gör nə qədər güclüyəm. Bayaqdan gücdən danışırsan. Görürsən, 31 yaşım var, bir sumka dərmanla gəzirəm. Ana Allah sənə qismət eləməsin. Mən istəmərəm. Dodo, hardasan? Lüksiraya gedirəm, gəl də ora. Tez çəkiliş eləyim, amma qış parkına gedəcəm, gedək mənlə. Nurdan ayrılmısan? Sakit olmaq nə yaxşı bir şeymiş. İnsan evladı nə qədər danışar, dırhadır. Vallahi ərdiyi məndə dözür.
Ona görə özünü aparıb tullayıb dağlara. Niyə ayrılmışsan ərindən? Biriniz niyə cavab vermirsiniz ki burada? Siz nə paxılsınız? Stresi belə çıxartdım. Gəl bizə. Dodu, bitirməmişəm ki, indi gedirəm çəkilişə. Müdiriyyət yox idi, dedi evdən gedirəm elə. İşi onlar paltarları hazırlayıb ütüləyənə qədər mən də gedirəm. Çıxassan bir yerə. Maşınlansan. Dünən sən qutab pişirmirdin, hə nə olacaq ki? Qutabçını model eləyən Allah nələrə qadirdir ki? Nə qəşəng şardır. Şamaxıdan VIP'dən almışam, Vüqarı mağazasından. Var ya 30 dənədir. Sumqayıtda qalsınsa gəl verim. Maşınlasan, hə. Çıxartdın maşını, görməmiş, çox sağ ol bacı. Qaşını düzəltdin. Qaşımı düzəldim, yoxsa düzəltdin? Qaşım düzdür də ürəyim. Bacı qaşıma nə olub ki, təzə permanent elətdirdim. Uclarını getdim, doldurdum. Bunu da atım, qaçım qızlar, uca çox oldu. Valla. O qədər bəxtəvərçiliyi verdilər, bir də getdim, yumalandım. Allah uzaq eləsin. Ay Allah, mənə balalarıma bağışla. Allah. Ən zəhləm getdiyim dərmandı. Ən zəhli içinə də yoxdur. Maşında üstündən yiyəsən, dərmanın ağzın, zəhər kimi. Maşının nədir? Maşının üstündə at şəkili olan var. Ayaqların qaldırır. Qabaq ayağın qaldırır, arxa ayağın salır aşağı ondan. Bəşdağadasan, yox ürəyim. Hə, az yetim qalasan, Mustangı məştaq oxudum. Astaman, nə olub ki Astamanda? Kişi maşınıdır. O səpəyi çıxartmırsınız, yox ürəyim. İş qutardı, iş başlamışam ki, işə qutarsın. İndi gedirəm çəkilişə. Qızın yerində bir də sağlam yeri yoxdur. Hər yeri tatudur. Amma yaraşırdı öz anamızda. Всё. Çıqqılan bir damcı çiynim qıraqda qalıb. Azərbaycanın pozğun qadını, boşanmışları yoldan çıxardan, namussuz, qeyrətsiz. Всё. Gelib bir xələt geyinib başımı bağlayacağım. Mərd qadın, halal olsun sənə. Nüş yorulmursan, kərtənkələ motoru var səndə? Yox. Bakıdan gələndə çanqanın servisindən çanqanın batariyasını almışam. Birini bu bölümə qoşuram, birini də bu bölümə. Dayanmadan işləyirəm. Bilirsiniz mən niyə zaryatkam ölmürdü? Çanqanın batarikaları idi. İndi nə dəyişdi? Heç nə. İndi oturmuşam. Çünki şəhər insanın baxımını istəyir, yatırımlı olmağını istəyir. Məcburam axı, dağın başında 4D makyajda dəliyəm. 60 dərəcə sacın böyründə qutab pişirə-pişirə makyaj eləyim. Harama yaraşır? Allahdan elə başdan ayağa yığılmayam da, qurban olum. Qaş permanent, kiprik qoyulma, dodaq dolğu, üz botoks, saç qaynaq, kiprik taxma.
Üstündən də bir bu qalınlığında makyaj, bu qalınlığında makyajın üstündən fətri yaydıqca urva sənin üzvə vurur. Nədir bu? Başa düşmədim. Cəmaət qutab almağa gəlib, yoxsa mənim makyajıma baxmağa gəlib. Amma bilirsən ki, Bakıdır, şəhərdir. Məcbursan, işə gedirsən, görünməlisən. Valla mən bir paltar təqdimatında cındır günündə görünsəm, altından yazacaqsınız. Qaraçı, dilənçi, görməmiş, şor gəldi Bakıya oldu Tuvarok. Hələ sən təpön haqqı. Narahat olma, hələ Tuvarok da kənddən gəlir, şor da kənddən gəlir. Sü, qutab pişirəndə olursan namuslu, qutab pişirməyəndə olursan namussuz. Nə qayrım bacı? Atım bütün hər yeri, at buraxın modelliyin başı. Nə qayrım mən? Çıxım gedim, bunlar mənə tərifləsinlər, ara yerdə mənim canım geçsin. 9 milli fəqərə sürüşəməm yiyilsin, ayaqlarım mazol olsun, kaplarım partlasın ki, nə var, bəzi ağzı yırtıqlar gəlib mənə halal olsun yazacaq. Heç nə. Əlvida Bakı. Gözlə məni. Yox ürəyim, mən model deyiləm. Mən mağazalarda təqdimatçıyam. Mənə yaraşanı da, yaraşmayanı da, açığı da, qapalını da geyinib sizə təqdim edirəm. Model təbii ki, mən yumor məqsədli mənasında dediyim, gülmək üçün dediyim. Siz yaxşı bilirsiniz ki, bizdə Azərbaycanda model podiuma çıxanda model olur. Biz model deyilik. Biz sadəcə paltarı əynimizdə təqdim edirik, sizə göstəririk. Nə vaxtdan görünüb? Mən bir paltarı 5 saat təqdim edirəm. Materialını, ölçüsünü, az hansı model əlində deyir. Salfetkanın tərkibi sintetikdir. L, XL, S, M ölçü mövcuddur. Bazalı məhsuldur, limit saydadır, stokda azdır. Az hansı model onu deyir. Model geyinir lümlüt, ərvizdə vurursunuz qoltuğunuza, gedib izləyirsiniz onu, çıxıb gəlirsiniz bura. Bilmirsən, ya paltara baxmağa gelmirsən, ya da modelə. Biz təqdimatçıyıq. Prosta mən bəzilərin yandırmaqdan ötürü elə dedim. Heç nə bacı qurban. Gözləyin 5-6 bazar bacımız yenə xələtin geyinəcək. Döyüş paltarın geyinəcək. Döyüşə hazır. Onu kuluk 100% pulla olub. Qardaş çörək əlində aparır. 3 qəpiyi yox idi. Elnur ardadır. Yandı ürəyimin başı. Elnur ardadır görəsən. Elnur doğan. Elnurla evlənən. Elnurla video çəkən, Elnurun arvadı olan, Respublikada evli qadın yoxdur, doğan yoxdur. Qutab pişirirəm, deyir, uşaqlar vahara tullayıb gəlmirsən. Az qutab pişirirəm, yuxa yayıram, deyir, ərvi niyə saymırsan? Az mən əri necə sayım, ər bir dənədir. Belə də sayıram bir dənədir, elə də sayıram bir dənədir. Mən nə qayrım? Sayıram, nə azalır, nə çoxalır. Mən nətər sayım bu əri? Uşağın ardadır. Tərliyirəm də ona görə sevirəm. Geyinmək istəyirəm də, baxma. Sevmirsən, baxma bacı, get başqa yayına. Qutab pişirəndə baxarsan mənə. Yazarsan, halal olsun, namuslu qadın, qeyrətli qadın. Hə, təpün haqqı elə. Bəs axı mən sizə dedim ki, geyimə çox allanmayın, Bakıya gedib soyunacam. Pozğun sözü ucuzdaşıb, yaz xəstə, başqa sözlə gəl. İndi pozğuna hörmət edirlər, ay bədbəxt. Əziyyət çəkib, zəhmət çəkən mənə heç hörmət eləmirlər. Pozğunu indi bizə neynirlər? Az bədbəxt. Maşını yuduzdurur çiçək kimi. Arvadı maşına oturanda deyir, ayağı çıx, qum tökülməsin. O birisi oturanda bizə neynir? Deyir, heç nə, gətir qoy başıma. Gətir qoy boynuma, belə sürüm. Xəstə də az bu. Az yox səndə. Geyimim, uzun şalvar geymişəm ayağıma qədər. Bir dənə bu hissə əxlaqsızdır. Maşında da paltarım yoxdur geyinməyə. Həmişə olurdu Saroçkadan zaddan atırdım. Geyinməmişəm. Eybi yox, neynə? Bir dənəsini alaram Çarvan bazardan. Tərifləmə, heç qutab pişirəndə də yaz pozğun. Heç nə olmaz. İstanmışın yağışdan qorxusu yoxdur. Öyrəşmişəm onsuz da sizin bu söyüşlərinizə. Zato mən tutduğum yolu bilirəm, mən kim olduğumu bilirəm, bu mənə bəsdir. Dünən biri komment yazıb mənə, təhqir yazıb. 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 Biri döndə. Tez-tez gəlirsən Sumqayıta, həftədə 3 dəfə. Donursan.
Karvan bazar haradır? Sumqayıt. Zako, çox sağ ol. Çox sağ ol. Mən də sizi çox istəyirəm. Maşının nədir? Dedim də ürəyim. At var ya, qaçır ya, qabaq ayaqlarını yığır, arxa ayaqları göydə qalır ya ondan. Yoldaşın hardadır? Uşaqlar, takibatın yayını bağlayıram, quta pişirəndə açacağım. Eləlik. Səhər İsmailo'da deyildin sən. Buna bax qızlar. Göstərsəm spam olaram. Buradan düz bura qədər tikiş var damağımda. Təsəvvür edirsiniz. Öpdüm sizi. Özünüzə yaxşı, sən də onun ərini soruş. Neyimə lazımdır? Ay qız, onun mən maraqlıdır. Neçə dəfə ərə gedib, kimləri. Öpürəm sizi. Özünüzə yaxşı baxın. Allah'a əmanət olun. Yaxşı ki varsınız. Hər zaman da var olun. Getmə. Ürəyim maşın sürə-sürə yayın aparmıram mən. Çox sağ olun.